sizə verilən ömür fürsətindən, bədənlərin qüvvətindən bu 10 günlərdə xeyrə yönəlib çalışmaqla istifadə edin. Bir kimsənin qarşısına böyük qazanc fürsəti açıldıqdan sonra ondan üz çevirərsə, ən böyük uduzanlardan sayılır. Həqiqətən ən böyük ziyan, ən böyük xəsarət insanın Allahın məğfirətini, Allahın rəhmətini uduzması, itirməsidir. Artıq Ramazan ayı səfərə hazırlaşır. Yəni sonuna çox az günlər qalıb və sizdən bir kimsə buna qədər gözəl əməllər edibsə, gözəl əməllər üzərində də bu ayı tamamlasın. Əgər səhlənkarlıq edibsə, sonu gözəl bitirsin, çünki əməllər sonuna görə ölçülür. Bu yerdə qalan günləri, bu az günləri istifadə edin və bu günlərin içərisində salih əməllər yerləşdirin ki, Allah qatında sizə şahidlik etsin.